Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Seyyidina ve Mevlana ve Tabibi kulubina ve Şefii zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala alihil masumin el mukarramin la siyyumel hucceh ruhi ve ervahul alemin li turabi maqdamihil fidah. أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم حاميم والكتاب المبين إنا أنزلناه في ليلة مباركة إنا كنا منذرين فيها يفرق كل أمر حكيم صدق الله العلي العظيم. İhtimal olunan və Ramazan ayı üçün nəzərdə tutulan sonuncu Qədir gecəsidir. Ümidverici tərəfləri var bu gecənin. Ümidverici tərəfləri budur ki, əgər bu günə qədər, bu gecəyə qədər nələrisə diqqətdən qaçırmışıqsa, nələrisə əldə eləyə bilməmişiksə, bu il üçün son fürsətimizdir bu gecə. Allah ömrümüzə son fürsət eləməsin. Və digər ümidverici tərəfləri bundan ibarətdir ki, bu gecə ötən gecələrə nisbətdə daha ümidverici əlamətlərə sahibdir. Ümumilikdə Ramazan ayının son 10 günlüyü və tək günlər 19, 21, 23, 25, 27-ci günləri Ramazanın Qədr gecəsi olma ehtimalı hədislərdə qeyd olunur. Amma Ramazan ayının 23-cü gecəsi üçün bir neçə əlamət qeyd ediblər. Bunu hər il eşidirsiniz və inşallah bu il də eşidəcəksiniz, xatırlanacaq ki, bir neçə əlamət var bu gecənin Qədr gecəsi olması üçün. Birinci əlamət Ənsardan olan o yaşlı kişinin Peyğəmbərə yaxınlaşması və Peyğəmbər Qədr gecələrinin son 10 gecədə olmasını bildirməsi, xüsusən 3 gecədə Qədr gecəsinin olmasını bildirməsi, Peyğəmbər sözün bitirəndən sonra o yaşlı kişi gəlir Peyğəmbərin yanına, bildirir ki, ya Rasulallah, mənim yolum uzaqdır, işim çoxdur, xidmətçilərim var və məşğuliyyətim çoxdur. Olar mənə o gecənin barəsində məlumat verəsiniz və mən o gecə, Qədr gecəsi günündə məscidə gəlim. Deyir, Həzrət onu çağırdı və onun qulağına bir sözlər dedi və heç kəs də soruşmadı Peyğəmbərdən, çünki ədəbsizlik olardı kimsə desin ki, ya Rasulallah, ona nə dediniz? Deyir, sonradan zirəng insanlar, ağıllı insanlar dedilər, qoy biz bu kişini güdək, sözün yaxşı mənasında, görək nə vaxt gələcək məscidə. Deyirlər, o gündən sonra hər il Ramazanın 23-cü gecəsi gəlirdi məscidə. Bu bir əlamətdir bu gecənin Qədr gecəsi olması üçün. Amma bunlar ötən gecələrin Qədr gecəsi olmamasına dəlalət eləmir təbii ki. İkinci ümidverici hal bu gecənin Qədr gecəsi olmasına İmam Sadiq əleyhissalamın həyatından yazırlar. Həzrət xəstə idi Ramazan ayının son günlərində və şiddətli xəstəliyə düçar olmuşdu. Həzrət yataq vəziyyətində idi, deyir, yatırdı evində. Ramazanın 23-cü gecəsi yaxınlarına, ailəsinə bildirdi ki, məni bu gecə məscidə aparın və taqəti yox idi durmağa. Dedi, yatağımı məsciddə salın və mən bu gecə məsciddə qalmalıyam. İmam Sadiq əleyhissalam Ramazan ayının 23-cü gecəsi məsciddə
xəstə olduğu vaxtda səhərə qədər dua eləyir, ibadət edir. Bu bir. İkincisi, üçüncü əlamət bu gecənin mötəbərliyi üçün xanım Fatimə Zəhra salamullah aleyha, İmam Həsən, İmam Hüseyin aleyhissalam 5-6 yaşları var idi deyir. Ramazan ayının 23-cü gecəsi gündüz vaxtı bunları yatızdırardı və gecə, axşam vaxtı bunlara yüngül bir yemək verərdi ki, ağır yemək yuxu gətirər və deyir, uşaqların üzünə tez-tez su vurardı ki, yuxuları qaçsın. Baxmayaraq ki, həddi buluğa çatmamışdılar, nə namaz vacibdir bunlara, nə oruc vacibdir. Amma o gecənin feyzindən hamı möhtacdır gərək istifadə eləsin deyə Həzrəti Zəhra bu gecə İmam Həsən, İmam Hüseynə xüsusi diqqət göstərirdi və onları qoymurdu ki, bu gecə yatsınlar. Bax, bu üç xüsusiyyət, bu üç əlamətdar hadisə ard-arda tarixdə, hədislərimizdə qeyd olunur. Ona görə bu gecənin ehtimalı daha böyükdür və bu gecə biraz məsələyə ciddi yanaşmaq lazımdır. Qədr gecəsi mübarək gecədir, gecələrin ən fəzilətlisidir. Qədr gecəsində nə baş verir? Qədr gecəsi Quranın nazil olan gecəsidir. Quran Qədr gecəsində əziz Peyğəmbərimizin mübarək qəlbinə nazil olur. Və tarixi mənbələrə əsasən bütün səmavi kitablar Ramazan ayında nazil olur. Bütün səmavi kitablar, istər Tövrat, istər İncil, istər Zəbur, istər Peyğəmbərlərə nazil olan səhifələr, yəni kitab şəklində yox, bəzən müəyyən bir neçə səhifədən ibarət müəyyən şəriət, qanunlar Peyğəmbərlərə nazil olur. Bütün onların hamısı Ramazan ayında nazil olur Peyğəmbərlərə. Bir xüsusiyyəti budur ki, bu gecə səmavi kitab nazil olub. O səmavi kitab nazil olub deyə gecə möhtərəm və əzəmətli gecədir. Digər cəhətdən gecəni əzəmətli edən və biz üçün ciddi edən bu gecə bizim müqəddəratımız həll olur. Təqdir gecəsidir. Təqdir gecəsidir, yəni bizim növbəti Ramazana qədər bir illik yaşayacağımız bütün hadisələr, ömrümüz, qazanacağımız uğurlar, qazanacağımız ruzilər, atdığımız xeyrə və ya pisi olan hər bir addımlar bu gecə müzakirə olunur. Ariflərdən biri deyir, əgər insanın qulağı eşitsəydi, başa düşərdi ki, bu gecə nə söhbətlər gedir. Tənəzzəlül mələikətü və ruhum mənası budur ki, qərarları enirlər yerə icra eləyələr. Əgər insanın eşidən qulağı olsaydı, eşidərdi ki, mənim taleyimi bəhs eləyirlər, mənim taleyimi müzakirə eləyirlər, mənim mövzu olaraq ortaya qoyublar və mənim bir il nələr yaşaya biləcəyəm, nələr yaşaya bilməyəcəyimi müzakirə eləyirlər. Bəs bu gecə təqdir gecəsidir. Biz nigaranıq, müqəddəratımızın, gələcəyimizin, bir il növbəti qarşıda olan bir illiyimizin necəliyindən narahatıq deyə biz bu gecə oyaq qalırıq, ehtiyat saxlayırıq və sanki özümüz üçün bir il sağlam və iman dolu bir həyat istəyirik. İbadət etməklə, məsciddə oturmaqla, dua eləməklə. Çünki bu gecəmizə baxacaqlar. Bu gecəmizə baxıb qiymət verəcəklər. Bir dənə məsələ istədim qeyd edəm ki, kiminsə sualı yarana bilər bu mövzuda. Əgər biz üçün nələrsə yazırlarsa, bizim ixtiyarımız necə olur? Əgər biz bu Ramazandan növbəti Ramazana qədər biz üçün yazılanı yaşayacaqsa, bizim ixtiyarımız nə oldu? Axı biz, əqidəmiz budur ki, biz fail muxtarıq, biz iradə sahibiyik, biz ixtiyar sahibiyik, biz hər nə istəsək eləyə bilirik, hər nə istəsək tərk edə bilirik. Bu, bizim bir il yazılan müqəddərat, bizim bir illik taleyimizin yazılması, bizim ixtiyarımızı əlimizdən alır, biz daha bir il heç də etməməliyik, heç nə edə bilmərik, o bir ilin içində nələrisə dəyişə bilmərik. Belə bir maraqlı sual, elə məntiqli də sualdır ki, insanlar bu sualı veriblər. Vaxtı ikən bu sualı
veriblər və bu sualın ətrafında cavab da alıblar. Bu təqdirat bizim ixtiyarımıza əlimizdən alır, yoxsa yox? Biz bir il icbari yaşayacağıq. Yəni, biz üçün nə yazıblar, onu yaşayacağıq. Bir dənə şirin müqəddimə mövzuya giriş üçün misal. İnşallah ki, fikrimi çatdıra bilərəm. Çatdırsam sevinəcəyəm. Misal budur, bənzətmə budur. İnsan hər vaxt ağac əkə bilir. Hər vaxt istəsə ağac əkə bilər. İlin bütün fəsillərində ağac əkə bilir. Amma təbiət o ağacın böyüməsi üçün, cücərməsi üçün hər vaxt bizim istəyimizə cavab vermir. Hər zaman təbiət uyğundur bizim əkdiyimiz ağac, gül, çiçək həmən anda böyüsün, inkişaf eləsin, çiçək açsın. Məsələn, qış ayında bir nəfər ağac əkir. Amma bu ağac tumurcuqlanmayacaq. Əkilən ağacın müsbətə cavab verməsi üçün gərək zaman və şərait də hasıl olsun. O zaman şərait bahardır. Bahar həm torpağın qabiliyyəti var o ağacın, püxtələşdirsin, cücərtsin, böyütsün. Həm havanın müsait şəraiti var, o ağacın əlverişli olur, ağac inkişaf eləyə bilir. Amma ayrı vaxtlarda istəsələr bir şeyi əksinlər, becərsinlər, süni bir bahar yaradırlar. Süni bir bahar yaradırlar, amma nəticədə bahar şərtdir. Qarın yağışın altında heç bir ağac cücərmir. Onu bağlayırlar, ona bir istilik verərlər, süni bir baharda bir şey böyütmək olur. Deyir, insanın ruhu da belədir. İnsan hər vaxt tövbə eləyə bilər, hər vaxt dönüş eləyə bilər, hər vaxt özü üçün müsbətə neysə dəyişə bilər. Amma insanın mənəviyyat toxumunun cücərməsinin ən gözəl vaxtı Ramazan ayıdır və xüsusilə Qədr gecələridir. Yəni, Rəbiul Qur'andır, Qur'anın baharıdır Ramazan. Ruhun çiçəklənən vaxtıdır Ramazan. İnsanın xasiyyətinin cüzərən vaxtıdır Ramazan. O xasiyyətində müsbət nə qədər toxum əksə, onların hamısı cüzərəcək, onların hamısı öz bəhrəsini göstərəcək. Bu gecə əlverişli gecədir. Hər vaxt tövbə eləmək üçün fürsət var. Amma bu gecə xüsusi imkan var, xüsusi fürsət var. Hər vaxt insan özündə yaxşılıqları becərtmək istəyi var, o potensialı var. Amma bu gecə sonsuz lütf var bu işdə insan üçün. Sonsuz lütf var. İnsan tövbə eləyir və təbii ki, tövbənin arxasında bir dənə həyat proqramı dayanır. Tövbə qayıdışdır. Hara qayıdırsan? Hara qayıdırsanın içində bir dənə sual var. Hardaydın ki, qayıdırsan? Məsələn, deyir ki, mən tövbə edirəm. Deyir, tövbənin bir əvvəli var, bir sonu var. Əvvəli budur ki, hardan gəldiyin yeri müəyyənləşdirməlisən. Hardan qayıdırsan? Digər məsələ budur, tövbədən sonraki mərhələ. Hara getmək istəyirsən? Qayıdışın məqsədi nədir? Bax, bu qərarları vermək üçün Ramazan bahardır, Qədr gecəsi xüsusilə Ramazanın qəlbidir deyə, bu Qədr gecəsi bunun üçün çox əlverişlidir. İnsan düşünmək istəyir. Dəqiq, ciddi qərar almaq üçün düşünməlidir insan. Körtəbii qərar verə bilməz. Elə həyatı barədə heç kəsə yaraşmır ki, körtəbii qərar versin. Ömür az, vaxt müəyyən, müddətlidir, dəqiqələri, bəzi işlər var ki, biz səhvimizi ölənə qədər də düzəldə bilmərik. Bunları insan başa düşsün, otursun, düşünsün və ciddi qərar verəndə hər zaman insan möhlət alır ki, qoy biraz düşünüm. Vaxt istəyir. Vaxt istəyir ona görə ki, bu səs-küydən kənara çəkilim, bir sakit bir
müsait bir ortam tapın və o ortamda düşünə bilin. Qədr gecəsi sanki bunun üçün nizamlanıb. Yəni insan nə etmək istəyir sualını özünə bu gecə verə bilir. Rahat. Rahat özünə bu sualı verə bilir. Selamun hiyə hətta mətlə'il fəcr. Bu gecə dan yeli sökülənə qədər əmin-amanlıqdır. Yəni rahatçılıqdır. Bizim düşünüb ciddi qərar qəbul etməyimiz üçün Allah Teala bu gecəni bizə əmin-amanlıq qərar verir. Bu gecənin sakitçiliyi və biz üçün əmin-amanlığı. İndi insan istəyir ciddi qərardır axı. Deyir, kaş bir dənə məsləhət verənim də olaydı. Qorxur tək qərar verməyə. Deyir, kaş bir dənə məsləhət verənim də olaydı. Bir yanımda ağıllı adam olaydı. Onunla məsləhətləşəydim. Görün bunu edim etməyim, deyim deməyim. Quran deyir, narahat olma. Mən sənə bu gecə məsləhət verən də vermişəm. İnna ənzəlnahu fi leylətil qədr. Bu Quran hər vaxt gələ bilərdi. Niyə Qədr gecəsində gəlir? Niyə Qədr gecəsində nazil olur? Quran həyat proqramıdır. Əbədi səadət proqramıdır. Yəni istədiyin bütün qərarlarda kömək almağa, yardım almağa kifayət eləyəcək sənə. Bu gecə bir bələdçi də verib bizə Allah. Açacaq, oxuyacaq, görəcək ki, İnna hədeynahu səbila imma şakirən imma kəfura. Bu haqq yoldur, bu düz yoldur, sırat-ül müstəqim budur. Əyri yol budur. Düz yolun aqibəti budur, sonluğu budur. İçində çətinlik də olsa, məşəqqət də olsa, Allah deyir ki, sonluğu, aqibəti gözəldir, şirindir. Çatacağın neməti çox ləzzətlidir. O dünyada çətinliklərin hamısı onun üçün heç olacaq. Gözündə heç görsənməyəcək. Çünki çatacağı yer dəyərli yerdir. Bir yandan deyir ki, imma şakirən imma kafura. İstəyir geçsin, zəlalətə girsin. Bax, həm səadət yolunu göstərib Quran, həm bədbəxtlik yolunu göstərib Quran. Heç kəsi də döyərək, vuraraq, təzyiq göstərərək, şiddət göstərərək deməyib sən gəl bu yola. Deyib, biz sənə bəsirət vermişik, ağıl vermişik, düşüncə vermişik, sənə qədr gecəsi vermişik. Bir anlamda bu gecənin mənası budur ki, nemətdir bu gecə. Bir adam da sabah qiyamətdə desin ki, Allah vaxt eləyə bilmədim, düşünüm, hara gedim. Deyəcək, yox, biz sənə kifayət qədər rahatçılıq, sakitçilik istəyirdinsə vermişdik. Hər il bir gecə verirdik ki, sən fikirləşəsən. Hər il fikirləşəsən deyə təkidün kömək verirdik sənə. Dedik ki, aç Allahın kitabını oxu. Fənzur keyfə kana aqibətul ləzinə kuzzibu. Bax gör Allahı inkar edənlərin aqibəti necə oldu. Bax gör eş-işləti özünə həvəs peşə seçənlərin aqibəti necə oldu. Bax gör dünyada elə ancaq yiyək, içək, kef elək, ləzzət alaq, bununla yaşayanların aqibəti necə oldu. Bax gör malı, pulu, şöhrəti, şanı, mülki əsas götürüb yaşayanların sonu necə oldu. Dünyanı necə tərk elədilər. Bu elə dünyasıdır. Bizim əqidəmiz budur ki, bizim əməllərimizin hamısını yazırlar. Biz sabah cavab verəcəyik. İnnəs-səm'ə vəl-bəsərə vəl-fuadə kana ulaikə məs'ula. Gözün də, qulağın da, əlvin də, dilivin də hamısının məsuliyyəti var. Qazancığın məsuliyyəti var, xərclərin məsuliyyəti var, danışdıqlarının məsuliyyəti var. Və nəktubu asarahum. Sən əməlin özünə görə də cavab verəcəksən, əməlin təsirinə görə də cavab verəcəksən. Sən qoydun, getdin bu pis adəti, ona görə də cavab verəcəksən. Əqidəmiz budur ki, dünya budur, elə biz görürük, yaşayırıq və dəfn olundu, bitdi. Yox, bunun ardı var. Mən matə fəqət qamət qiyamətuhu. Ölməyəsən, çalış, ölməyəsən, öldün, qiyamətin başladı. Heç neyi dəyişə bilməyəcək gücdə. Hara gedirsən, nəyə arxayınsan, nəyi dəyişəcəksən, kimə yalvaracaqsan, nə üzr getirəcəksən. Nə üzr getirsən, qəbul olmayacaq. Fürsət çünki verilib sənə. Üzr o yerdədir ki, fürsəti olmayıb. Onun üçün keçəcək. Amma sən üçün fürsət verib, bələdçi verib. Bu iki məsələ, üçüncü məsələ daha önəmlidir.
İndi deyərsən ki, nə olsun xəlvətdir, tək idim, düşünürdüm. Bələdçim də vardı. Mənim o gücüm olmadı qərarımı ciddi qəbul eləyim. Şəhvətin əsiri insanam. Mən bir ömür elə maddiyyatın içində oynayıram özüm üçün. Mənəviyyatdan uzaq olmuşam. Ona görə ciddi qərar qəbul eləməmişəm. Cavab bu olacaq. Xeyr. Biz səni 30 gün oruç tutturduq, elə buna görə tutturduq. Ki, sənin ruhu saflaşdırdıq. Sən ciddi qərar qəbul eləməyi bacarırsan artıq. Başqa aylarda bu sözü səndən qəbul eləyərdilər. Bu bəhanə keçərdi, amma Ramazanda keçməyəcək. Çünki sən kifayət qədər mülahizə elədin ki, dünya maddiyyatdan ibarət deyil. Ruhun da bunun hazırlığını gördü və ruhunda bir sıra yüksəkliklər, dirçəlişlər yarandı ki, sən artıq müstəqil qərar verə bilirsən. Çünki sən azadlığa çata bilirsən. Ramazan, yəni insanın azad olması, ruhunun azadlığa çatması. Yəni özünü də hazırlamışıq. Gecə vermişik, xəlvət, düşünəsən. Bələdçi də vermişik, özünü də hazırlamışıq. Yəni qaçan yerin yoxdur. Bəs bu gecə oyaq qalır, insan Allahın kitabını bələdçi kimi qəbul eləyir və qərar qəbul eləyir. Və bu qərarı insanın birdən-birə baş vermir. Bir saatın içində baş vermir. Bizi nigaran qoyan məsələ budur. Bunu çox eşitmişsiniz. Bizim bu keçən 11 aydakı istəklərimizə uyğun növbəti 11 ay gözləyir. Bax, bizi qorxudan budur. Bizi keçən 11 ayda neyin dalıca qaçırdıq, neyin həvəsində yaşayırdıq, nə üçün çalışırdıq, nə olmaq istəyirdik, nə əldə eləmək istəyirdik. Bax, ona baxacaqlar, ona görə rəqəmləyəcəklər. Bax, bunu yaşamaq istəyir. Biz də baxırıq keçmişimizə, qorxuruq da, narahatıq. Çünki bir imana, İslama tam söykənən köklü bir həyat proqramımız yoxdur. Namazımız olmağına baxmayaraq, büdrəmələrimiz çoxdur. Qorxuruq o büdrəməyimizə baxıb büdrəyən bir həyat yazarlar. Burada o yazanın heç bir günahı yoxdur ya, mən yazdırıram onu. Bax, bu gecə sanki çalışırıq ki, biz keçmişimizi tələf eləyək, tələfi eləyək, bağışladaq, əfv elətdirək və buna gücümüz var, vaxtımız da var, fürsətimiz də var və pozan da söz verib ki, pozacaq. Məsələ burasındadır. Qədr gecəsi bitə və bir kəs, bu hədis Ramazan içində var. Düzəlmək, islah olmaq istəyən şəxs içində bu hədis. Ramazan bitə və ya Qədr gecəsi bitə. Bir insan güman eləsə ki, günahı qalıb, Allaha pis güman edib. Allaha yaraşmayan güman edib. Yəni o şey düşünməsin. Yəqin bilsin ki, məsələni Allah kökündən həll eləyib. Amma istəyənə, iddia eləyənə yox. İstəmək ayrı şeydir, iddia eləmək ayrı şeydir. Adam istəyir, hamı iddia eləyir ki, nə olaydı, mən yaxşı olaydım, cənnətə gedəydim, falan olaydı, bəsməkan olaydı. Yox, bu iddiadır. İstəcivi göstər. Bax, istəyi göstərməyin bir əməlin biz bu gecə eləyirik. Məscidə gəlmişik, oyaq qalırıq. Bu bir hissəsidir. Biz istəyirik. Bu istəyimizi göstəririk. Və mühüm hadisələr baş verəcək bu gecə. Hər birimizin taleyi müzakirə olunacaq bu gecə. Hara baxacaqlar? Mərkəzləşmiş nöqtə hardadır? O bizim gözümüzdən, əlimizdən. Hardan biləcəklər biz nə istəyirikdir? Qəlblərə baxacaqlar. Qəlb yəni ruh. Yəni daxil. Bu gecə heç kəsin üzünə, qaşına, gözünə, saqqalına, giyiminə görə ona taleyi yazılmayacaq. Heç kəsin zahiri simasına görə heç kəsə 5 qiymətin vermir müəllim. Onun savadına qiymət verir. Burada da belədir. Daxili dünya nədir, qəlbində nədir, onunla səni qiymətləndirəcəklər. İndi ki, məsələ gəldi, çıxdı daxili aləmə, qəlbə. Bu gecə bir neçə məsələyə diqqət elə. 1. Qəlbində heç kəsə kin saxlama. Heç kəsə kin saxlama.
bu gecəyə qədər kiməsə kinin var idisə, böyüklük elə ondan keç. Keç. Bağışla. Bağışlamağı bacaran bu gecə tez bağışlanacaq. Bağışlamağı bacaran bu gecə tez bağışlanacaq. Heç kəsə kin güdmə. Qəlb həssas yerdir. Əl-qəlbu həramullah. Allahın hərəmidir. Allahın evidir. Hədisdir, Allahın evidir. Fəla təskun fiha qeyrəllah. Allahdan başqasına orada yer vermə. Allahdan başqasına orada yer versən, oranı xarab eləyəcək. Viran qoyacaq. Viran qoyacaq. Sənin ömrünü heç eləyəcək, çıxıb gedəcək. Qəlbi kindən, həsəddən, lazımsız, yersiz düşmənçilikdən, ədavətdən paşlayasan, təmizləyəsən. Ona görə deyirlər, bikəyə Allahdan qabaq. Bu sözü hamı, kimin cəsarəti var, ürəklə deyə bilirsə desin də. Yəni, bir sözü deyəsən və arxasında da deyanasan. Böyük sözdür. Və geri də götürə bilməzsən sonra bu sözü. Deyəsən ki, Allah, kimin mənim boynumda haqqı var, kimin mənə nə pisliyi keçib, mən hamısını bağışlayıram, buna xatır ki, sən də mənə bağışlayasın. Çünki mənim çox pisliyim keçib. Mənim özümə çox pisliyim keçib. Və böyük bir mərhələdir insan üçün qəlbində kinin olmaması. Böyük bir qazancdır. Belə deyim də, necə deyim, Allah dostlarına xas bir şeydir bu. Amma səmimi olsun da insan bu istəyində. Bu bir. İki, deyir Allahdan dua eləyəndə Allahdan razı qaldığın halda Allahla danış. Giley eləmə. Özündən gileyin olsun, amma yaradanından heç vaxt giley eləmə. Çətinliklərin imkan vermə səni Allahdan narazı salsın. Çətinliklər qonaqdır. Bilirik də, hədislər deyir, ayələr deyir, İnnə mə'al usri yusra, fə innə mə'al usri yusra. Hər çətinliyin ardıca yox, elə içində asanlıq var. Bugün asanlıqdır, sabah bir çətinlik qonağım olacaq, gözləyirsən. Bayram axşamı deyirsən, əmim gələr, daim gələr, filan kəs gələr də, bu ərəfədə adam qapıda olur fikir ki, döyüləcək, qapı qonağım gələcək. Həyatı da belə nizamla. Bugün rahatçılıqdasan, hər iş qaydasındadır, bilginən ki, qarşıda bir qapı döyüləcək, bir çətinlik gələcək. Çətinlikdəsən, bil ki, qapı döyüləcək, bir yaxşılıq, rahatçılıq gələcək. Budur, bölüşüb. Biz ölənə qədər çətinlik və asayiş bizi belənçini təqib eləyir. Nərdivanın pillələri kimi. Əgər çıxmaq istəyirsənsə, yuxarı gərək hər pilləyə ayağı qoyasan. Sən deyəməsən ki, Allah, bütün ömrümü asayiş elə, heç bir çətinlik mənə vermə. Bu anormal adamın duasıdır. Anormal insanın istəyidir. Belə bir həyat dünyada heç kəsə bölünməyib, verilməyib. Bəs çətinliklərin olacaq, təbiidir. Hər çətinlik, hər problem, çalış səni Allahla küsül eləməsin. Bəzən insan öz əməlinin nəticəsində bir sıxıntıya düşür. Dua eləyir, duası da qəbul olmur. Başlayır Allahından narazı hala düşməyə. Allahdan razı halda istəyənin Allah istəyin tez verir. Dünya və axirəti üçün nə istəsə Allah onu tez verir. Razı olan halda Allahla münacat eləsin. Allahından razı olan, ona şükür eləyən halda Allaha bu gecə dua eləsin insan. Şükür eləsin hər halına. Fəqirdirsə də şükür eləsin, zəngindirsə şükür eləsin, xəstədirsə şükür eləsin. Hətta ölümünə bir saat qalmış olsa belə bir adamın şükür eləsin, desin Allah, mən səndən razıyam. Üçüncü məsələ ümid məsələsidir. Allaha yaxşı gümanda olun. Belə bir hədislər var bu silsilədə. Allahdan yaxşı şeylər gözləyin. Allaha nikbin olun. Bədbin olmayın. Deməyin, göydən bir dənə daş gəlsə mənim başıma düşər. Bu fikirdə olmayın. Bir dənə hədis deyir İmam Rıza əleyhissalam. Deyir, qüdsi hədisdir. Deyir, Allah Meyraz gecəsi Peyğəmbərə buyurdu ki, Ənə ində zənni əbdiyəl mümini bi.
Mən mömin bəndəmin mənə olan gümanındayam. Məndən nə gözləyir oyam. Məndən yaxşı şeylər istəsin. Mənə gözləntisi müsbət olsun. Yaxşı olsun. Eyni halda da çalışsın, əziyyət çəksin, zəhmət çəksin. Amma yaxşı baxsın. İstəyində, Allahdan gözləntisində suizən eləməsin. Deməsin, mən bədbəxtəm, belə nə olsa elə mənə gələcək, mənə çatacaq, mənə düşəcək. Fəqirlik olsa elə birinci məni tutacaq, xəstəlik olsa bir, yox. Elə hər zaman yaxşı halda olsun Allah. Xəstə də olsa, desin ki, inşallah sağalacam. İnşallah elə tezliklə sağalacam. Bu hüsn-i zənnin o qədər deyirlər, əzəməti var. Bir hədis var, Peyğəmbər buyurur. Buyurur, qiyamət günü hesab çəkəcəklər birisi ilə, hesabı çəkəcəklər. Əməlləri səbəb olacaq ki, cəhənnəmə getsin. Cəhənnəmə getsin. Deyir, mələklər, müvəkkil mələklər bunu apararlar cəhənnəmə tərəf. Apararlar. Bu deyir, bir neçə qədəm atmış, çönər deyir, arxaya baxar. Yenə apararlar bunu, dayanar, yenə arxaya baxar. Ta 3 dəfə bu işi görər. Deyir, 3-cü dəfə dönüb arxaya baxanda deyir, nida gələr buna ki, məndən nəsə bir istəyim qaldı, nəsə bir sözüm qaldı. Deyər, inanmazdım məni cəhənnəmə aparsın Allah. İnanmazdım ki, mən cəhənnəmə gedim. Kumel duasında əleyhissalam bu sözü deyirdi. Ma hakəzə zənnu bik. Biz güman eləmirik. İnanmıram. Deyir, Allah mələkləri deyər, qaytarın onu geri. Qaytarın onu geri. O ki, mənim rəhmətimə, mənim bağışlamağıma bu qədər ümid vardır və məndən rəhmət gözləntisi varsa, mən də onu bağışlayacağam. Və Rabbukal Gafuru zur rəhmə. Allah rəhmət sahibidir. Bağışlamağı ilə bütün insanları bağışlasa, Allahın rəhməti tükənməzdir, bitməzdir. Bu gecə Allaha hüsn-i zəndə olsunlar. Dualarında bunu diqqətdən qaçırmasınlar. Allah bağışlayandır, Allah mərhəmətlidir. Hədisdə var, kim bu gecə ehya saxlasa, günahları ulduzların sayı qədər, səhralarda, sahildəki qum dənələrinin sayı qədər olmuş olsa belə, bu gecənin gücü var ki, onların hamısını bağışlatsın. Belə bir gecədə Allahın qonağıyıq. Ya Davud, ləv ya'ləmul mudbiruna ənni keyfə intizari ləhum və rifqi bihim. Həzrət Davuda dedi ki, Allah-u Teala, ey Davud, əgər məndən üz çevirənlərin, mənə ibadət eləməyənlərin, mənə küfr eləyənlərin, mənə başqa Allahları şərik qoşanların, məndən müharibə eləyənlərin, əgər bilsəydilər onların gəlişinə, onların mənə tərəf qayıdışına nə qədər məhəbbətim var, nə qədər istəyirəm onlarda hidayət olsun. Və şəvqi ilə tərki məasihim, onların günah etməsinə nə qədər narahatçılığımı bilsəydilər, yəni istəmirəm günah eləsinlər, bunu da bilsəydilər, ləmatu şəvqən iləyyə, mənim bu məhəbbətimin istiliyindən ölərdilər. Başa düşsəydilər, ölərdilər. Musa, Həzrəti Musa aleyhissalam, Firon, bilirsiniz Musanın zamanında özünü Allah deyən, zülm eləyən, tüğyan eləyən, fəsad eləyən, azğınlığı yayan, insanları qətlə yetirən, deyir, qərar oldu ki, Allahın bəlası gəlsin və Firon həlak olsun. Quranda ki, biz onu suda qərq elədik. Amma orada bir dənə hədis var, o ayənin təfsirində. Deyir, elə ki, su gəldi, deyir, Fironun boğazına, hülqumuna çatdı, artıq qaçır su ağzına, boğulur, öskürür. Ləmma ədrəkəhul qərq istəğasa bi Musa. Deyir, o anda deyir, əlin çıxartdı deyir, sudan Musaya tərəf ki, kömək elə mənə. Kömək elə məni buradan çıxart. Deyir, Musa üzün çevirdi. Musa üzün çevirdi, deyir, oradan keçdi, getdi, kömək eləmədi ona. Deyir, Allah Musanı danladı.
Dedi Musa, əgər əlim mənə uzatsaydı, desəydi, ay Allah mənə kömək elə, mən onu oradan çıxardardım. Birdən Musa yox, Allah desəydi, Allah deyir ki, mən o Allahım ki, mən ona da kömək eləyərdim, onu oradan çıxardardım. Baxmayaraq ki, o əzaba, o bəlayı onu mən salmışam. Sonra deyir, dedi Musa, bilirsən niyə elə elədin? Bilirsən niyə üzü çevirdin, getdin? Liənnəkə ləm təxluqhu. Çünki onu sən yaratmamısan. Bax, məsələ buradadır, şirinlik buradadır. Hamı Allahın yaratdığıdır. Allah yaradıbsa deməli orada sevgisi var. Yer üzündə pis adam yoxdur. Pis əməl sahibi var. Əməl pisdirsə, əməli dəyişmək olur. Əməlin dəyişsə, o adam da yaxşı adamdır. O adam da Allahın istədiyi adamdır. Biz ki, Firon qədər Allaha günah eləməmişik. Günah eləmişik, amma Firon qədər eləməmişik. Günah eləmişik, Nəmrud qədər eləməmişik. İtaətsizlik eləmişik. Əmrinin əksini eləmişik. Vacibin tərk eləmişik. Amma sanki, bilmirəm, sözü necə qəbul eləyərsiniz. Yəni, bura gəlib otura bilmişiksə, deməli, burada bir istək var, Allahın istəyi var. Bura belə deyə bilərik də, biz özümüz gəlməmişik. Bu söz 100%, necə deyərlər, yəni təcrübədən keçmiş sözdür də, biz özümüz gəlməmişik. Çünki həyatda dəfələrlə olub ki, biz istəmişik bir yerə gedək, gedə bilməmişik. Fakt budur. İstəmişik eləyək, eləyə bilməmişik. İstəmişik deyək, deyə bilməmişik. Amma bu gecə gəlmişiksə, deməli, bizi istəyimizin yanında bir rəhmanı qüvvə də olub ki, hə, sən get. İstəyirəm sən gedəsən. İstəyirəm sən bu gecə bu sözləri eşidəsən. İstəyirəm sən bu gecə bu sözləri danışasan, sənə də təsir eləsin. Və Allahla münacat eləsin. Və sözümü yekunlaşdırıram. Bu gecə ehtimal olunan sonuncu qədr gecəsidirsə, sonuncu fürsətimizdir. İnşallah bu gecəni tək oyaq qalmaq yox, düşünərək oyaq qalmaq. İbadət eləmək, dua eləmək. Sanki bir sənsən, bir də Allahımdır burada. Başqa heç kəs yoxdur. Düzdür, biz cəm formada əyləşəcəyik, cəm formada dua eləyəcəyik. Amma o gecənin xəlvətliyi sənin üçündür, mənim üçündür. Allaha dua eləyə, Allahdan istə, Allah bu gecə bütün istəklərimizi rəva eləsin inşallah. Allah bizə bir ömür ibadətdə, itaətdə, Allaha sadiq bəndəlikdə həyat qismət eləsin inşallah. Və bu gecə qəlblərimizi bir niskilli hala salaq. Bayaq dostlarla danışırdım, deyir, Qədr gecəsi bayramdır, bugün roza olmayacaq, bugün zikri müsibət olmayacaq. Deyirəm, elə rozamız, günahlarımız elə bizim rozamızdır. Bu gecə hər birimiz mərd insandır o insan bu gecə günahını yada sala bilsə. Çünki ayrı aylarda şeytan bizə imkan vermir onları yada salaq. Şeytan həmişə bizə təsəlli verir, sən yaxşı adamsan. Səndən yaxşısı yoxdur. O getdiyin məsciddə, o işlədiyin yerdə səndən imanlısı yoxdur. Bizi alladır. Hər zaman işi peşəsi də budur ki, bizi allatsın və bizim məqsəddən yayındırsın. Hər bir addım biz geri düşdükcə şeytan sevinir. Amma bu gecə fürsət olub biz öz günahlarımızı yadımıza salacağıq. Hər kəs nə qədər bacarır elədiyi, bu keçən Ramazandan bu Ramazana qədər elədiyi günahlarını yadına salsın və peşmançılığını bildirsin və Allahla öz arasında istiğfar eləsin, bağışlanmaq istəsin. İnşallah məni də dua eləyərsiniz, iltiması dua edirəm sizdən. Xəstələrimiz var, onları da dua eləyərsiniz. Mühüm hacəti olan əzizlərimiz var bu gecə, möminlərdən dua istəyiblər, onları da dua eləyərsiniz inşallah. Və Allahın rəhmət adını, Rəbbəna zikrini inşallah bu gecə həm nalı olub, həm Allaha çağıracaq. Allah dualarımızı qəbul eləsin. Allah bu gecəni bizlərə mübarək, bərəkətli qərar versin. Allah Teala bu Qədr gecələrin ömrümüzə, sonu həyatımıza, bu
bu Ramazan ayını ömrümüzə, həyatımıza, sonuncu Ramazan, sonuncu Qədr gecələri qərar verməsin. Dərgahına uzanan əlləri sinələrimizə naümid qaytarmasın. Allah aqibətimizi, axirətimizi xətmi bi xeyr eləsin. Allah Teala bizi dindən danışıb, dinin əleyhinə yaşayanlardan eləməsin. İbadətinin, itaətinin, şirinliyin, ləzzətin, həzzin bizlərə də nəsib eləsin. Allah'ın verilən böyüklüyü xatirinə, dostlarına, Allah'ın əziz bəndələrinə əta eləcəyi nemətləri bizlərə də bu gecə əta eləsin. Allah bizi gələcək aylarda günahdan uzaq eləsin. Ramazan ayının ən gözəl azuqəsi təqvadır, vərəqdir. Allah bizi təqvalı bəndələrindən qərar versin. Xəstələrimiz var, yadımızda olan kəslərə, bu cəmdə olanların xəstələrinə şifayı acil mərhəmət eləsin. Qəriblikdə, qürbətdə olanlarımızı, ailəsindən, əzizlərindən uzaqda olanları, hərbi xidmətdə, əsgərlikdə olanlarımızı sağ-salamət ailələrinə qovuştursun. İslamına, dininə, millətinə, xalqına ləyaqətlə xidmət eləyənləri müvəffəq eləsin. Allah Teala bizləri ağ valideyn bu dünyadan aparmasın. Dünyadan köçən valideynlərimizin, ata-analarımızın günahlarına qələmi əfv çəksin. Allah Teala halə həyatda yaşayan valideynlərimizin ömrünə bərəkət inayət eləsin. Allah yaddan çıxan duaları barəmizdə müstəcab eləsin. Evladı olmayan bacı qardaşlarımıza salih evladlar nəsib eləsin. Evi, mənzili, işi, peşəsi olmayan əzizlərimizin müşküllərin asan eləsin. Allah'ın verilən Peyğəmbər Əhl-i Beyti hörmətinə, Allah'ın verilən bu gecələrin hörmətinə Allah Teala heç kəsi bu gecə naümid, əliboş yola salmasın. Allah günahlarımıza, səhvlərimizə, xətalarımıza, bilərək, bilməyərək elədiyimiz bütün itaətsizliklərimizə qələmi əfv çəksin. Allah qiyamət günündə bizi Peyğəmbər və Əhl-i Beyti ilə məşhur eləsin. Allah'ın verilən Peyğəmbər Əhl-i Beyti hörmətinə dünya və axirət onların məarifindən, ziyarətindən, üqbada, şəfaətindən bizləri ayrı salmasın. Quranın nazil olan gecəsidir. Allah həyatımızı Quranla qərar versin. Allaha and verilən böyüklüyü xatirinə əsrin imamı, imam-ı zamanımızın vücudun bibəla eləsin. Ağamızın, duaların bu gecə dostlarına, müminlərə, ümmətə elədiyi duanı bizim də halımıza şamil eləsin. Ağamızın gəlişində, zühurunda, haqqı, ədaləti yer üzündə tezliklə bərqərar eləsin. İslamın düşmənlərin, Əhl-i Beytin düşmənlərin dünyanın hər bir yerində zəlil, xar və rüsvay eləsin. İzzət, başı ucalıq Allaha bəndəlikdədir, Allah qapısındadır. Ölən günə qədər izzətimizi əlimizdən almasın. Ağamız, Mövlamız, İmam-ı Zamanın salamatçılığına, zühurunun təcilinə, gecəmizin mübarək olmasına xatir, ağamızın nurani, cəmal-i kəmalına 3 dəfə salavat zikr eləyək.